bəs və fakiətən və əbba. Əbbən yəni nə mənəm? Ha? Dedi, bilməyəm. Axı kələməyi əbbən ərəbidir, axı. Bəs sən axı kələməyi əbbəni bilməzsən və əhkamı nə cür deyirsən? Ha? İndi bildin Zəhra niyə? Bəh, əzəb yerə yetişdik. Niyə Zəhra 40 gecə evləri gəzdi? 40 gecə qapını döyəydi. Əmir Əleyhisselam qapını döyəydi. Həsən Hüseynlə çəkiləydi qırağa. Qapını açaydı, Zəhra başlaydı, Qədirdən danışaydı. Deyirlər, Zəhra düzdür. Deyirdi, onda səhər gəl. Deyirdi, çəş. O birisi qapını döyəydi. Çıxaydı, Zəhra cinə Qədirdən danışaydı. Aya elə biləysən, hökumətə görə idi. Yox, bu əhkama görə idi. Əhkama görə idi. Axırda da su heç biri gəlmədi. Zəhra vəsiyyətində yazdı. Dedi, Əli, bunlar mənə gecə dedilər, gəli. Yox, günüz gəlmədilər. Ha, eyni ibarəti Zəhranı deyəm. Hazihil ümmə tüsəlli ələyyə. Bu ümmət istəyir mənə namaz qılar. Axı, Allah əvvəl şeyi kimə yetə verər, onun təşhiyə eləyənlərin bağışlar. Zəhra dedi, qoyma. Hazihil ümmə tüsəlli ələyyə. Cinə də soruşuyam. İstəyəm ki, bu bəhs qəşək gedə qabağa. Pəs Cəbrəilin nazil olmağı və mənəyə vəhidir. İndi əgər birdən biri çox bu babda səndən danışdı, heç qorxma. Adresincə sənə verin. Səhih-i Müslimdə Ağa Rəsulullah buyurur, məndən qabaqçı ümmətlərdə qeyri-peyğəmbərlərə mələhlər nazil olardı. Mənim ümmətimdə də əgər qərar olsa birinə mələh nazil olar, filan kəsdir. Dayadın deməyəm. Baba, gəl bunu sənə verim, götürələr. Pəs mələk qeyri-peyğəmbərə nazil olar, heç müşkülümüz yoxdur. Aya nübüvvət xətminin müşkülü var, əslən belənsi bir şeyimiz də yoxdur. İndi qoy Əhl-i Beytin dilindən bir söz deyim, bətər həzz eləyəcəksən. O da budur. Allah Quranda buyuruyor, Tənəzzəlül mələikətü və ruh. Əl mələikət cəmdir, başına əl gəlib. Yəni mələklərin hamısını yığdı qarnına. Cəbrəil də onun içindədir. Mikail də onun içindədir. Cəbrəil vasitəyə feyz-i ulumdir. Mikail vasitəyə ulum, vasitəyə ərzaq-ı maddidir. Hamısı yığışdı onun qarnına. Onların qabağına bir dənə qoydu ər-ruh. Gör ər-ruh nə mənədir. Gör ər-ruh nə mənədir. Tərəzinin bir gözünə bunu qoy. Mələklərin hamısını yığ qoy bir tərəzinin gözünə. İmam-ı Sadiqə dedilər, bu ər-ruh nədir? Dedi, ruh nazil olub ki, Peyyambərə, ha Allah özü deyil, nazil olub. İmam-ı Sadiq buyurdu, ləm yəsəd munzu nəzəl. O gündən üçün nazil olub qalxmayıb. İmam-ı Bədinin məhzərindədir. İmam-ı Bədinin məhzərindədir. Həman ruh. Sən hələ Cəbrəldən danışırsan. Salman deyik, gördüm ki, əlini biləxərə əlinin qolu bağlandı. Yaxasından əxəzuhu biləbbəti. Bu ləbbə bura deyər, burasından yapışdılar, çəkdilər apardılar beyətə. Salman deyir, mən şəkk elədim. Dedim, onda bunun nəyi varmış əlinin? Peyğəmbərdən imiş. Peyğəmbər getdi, nə də vermişdi, aldı. Salman deyir, mən qaçdım məsciddə, durdum mən də məsciddə, saf, küçə kimin açılıb əlini gətirəndə, elə mənə yetişəndə, birdən üzün çördü mənə. Dedi, Salman, Peyğəmbər nə tənha məndən bir şeyin almadı, hər nəyi var idi verdi mənə, getdi qeyraz nübüvvət. Qoy bir dənə cümlə deyim, həzz elə. Əmir əleyhissalam, buyurək, axır ləhzədə məni çağırdı, mənim qulağıma bir söz dedi, 1000 qapı elmidən açıldı. Hər qapıdan 1000 qapı açıldı. Qulaq as. Dünya yığışa, əbzar nəxədə, pişrəft eləyə, qabağa gedə, inkişaf eləyə, onları iki, əbzarlar iki, ondan biz, biləxərə başa düşüyorq da, hə? Qulaq as. Eləyə bilər bir dəqiqədə belə elmi təhvil verə. İndi bildin bu hansı təlimdir? Bildin hansı nə cürə təlimdir? Bir də buna diqqət elə. Bir ləhzədə hansı qudrət eləyə bilə belə elmi təhvil verə? Məlum olay bu.
Bir belə bir istisnai təlimdir. Niyə? Çünki Əli ilə işi var. Ayşə deyir, gecə də Əli gələydi, günüzdə əyləşəydi. Peyğəmbər bizdən artıq Əli ilə əyləşəydi. Birdən ki, Əli deyir, qapını döyəydim. Namazda olmasaydı, icazə verəydi. Namazda olanda tənəh eləydi, yəni gəl. Əyləşdirəydi qabağında məni, deydi, yaz. Dedim, ya Rəsulullah, qorxaysan yadımdan çıxa. Deydi, yox. Səni dua eləmişəm, sənin bu qulağından, sənin bu hafizöndən heç zat yadımdan çıxmaz. Dedim, bəniyə deysən, yaz. Dedi, uktubli şürəkâikə min ba'dik. Yaz o şəriklərə ki, səndən görə gələcək. Haza əvvəluhum, əlin tutdu Həsənə. Haza sanihim, üzün tutdu Hüseynə. Yazmırlar. Sözü yığaq bir yerə, pəs istiqad eləmə. Ondan sonra mən səndən sual eləyəm. Mələklərin şərafəti çoxdur, ya insanı kamilün, nə danışırsan sən? Kərbəlada, Zəncidə, tufanın içində, qandı tökülək, adamdı yıxılək, birdən Həbibin məzahir qaçdı qabağa. Dedi, ya Hüseyin, bir dənə sualım var. Dedi, xilqətdən qabaq hardaydınız siz? Suala bax ha, kilasa bax ha. Vah. Dedi, ağa, xilqətdən qabaq siz hardaydınız? İmam Hüseyin ağa döndü, dedi, kunna yümnətəl ərş. Ərşin sağ tərəfindəydi. Bir rivayətdə var, kunna quddaməl ərş. Ərşin alnındaydı. Axı, ərş taxta tabaqdır. Ərş nəyə deyər? Heç biləysən? Bunu gərək açan bətər bəhsidir bu. Ərşidə Əhl-i Beytün adı həkk ola, duvar döyürə, duvara yaza. Əli, Fatimə, Həsən və Hüseyin. Bu döyür. Qoy bir cümlə deyim əhlinə, görüyən bətər basavadlar var. Fəbihim mələtə, səmavəkə və ərzək. Yeri göy doldurubsan, Əli ilə, Hüseynlə, Həsənlə. Əhl-i Beyt ilə yeri göy doldurubsan. Fəbihim mələtə, səmavəkə və ərzək. Hatta zəhərə, Allah ilahə illə ənd. Biləysən nə bəhsi var bunu? Allah ruhunu şad etsin, Amirza İsmail ağa Dulabi. Deyərdi, Hüseyin həmə ca huzur darı. Soşyan bunlardan, istəyəm o əsli bəhsi sənə deyəm. Aya, gəldi dedi, ağa siz hardaydınız? Dedi, biz ərşin aldımdaydıq. Səbbəhna, fəsəbbəhətil mələikə. Həllalna, fəhəllalətil mələikə. Kəbbərna, fəkəbbərətil mələikə. Biz la ilahə illallah dedik, mələklər bizdən la ilahə illallah örgəşdi. Biz təsbih dedik, bizdən təsbih örgəşdi. Biz təkbir dedik, bizdən təkbiri örgəşdi. Ziyarət-i camiyə əimmətül möminini alan getdim məfatihdə oxuy. Oxuysan, la yəsbiqukum səna'u mələikə. Mələk sizdən qabağa düşə bilər. Keyfə, ənna və ləkumul qulubul vəti təvəllallahu riyazətə. Sizin bir qəlbiniz var, Allah alıb öz əlinə, özü becərdi. Bəli. Buradadır ki, bəhs çox had yer yetişdi. Gəldi İmam-ı Sadiq ağadan soruşdu, siz əfsəlsiniz ya mələklər? Həzrət döndü, dedi, elə roziyə cəhbücür vardı olaq. Həzrət dedi, həl şürrifətil mələikə illa bi məhəbbətina və vilayətina. Mələklər məgər şərafətləri qeyr az bizim məhəbbət və vilayət. Mələk əgər şərafət tapıb, bizim vilayətinlə tapıb. Bizim məhəbbətinlə tapıb, sən gəlib deysən, mələk əfsəldir, ya siz əfsəlsiniz. Hələ şiəsin denən Həzrət Rüdi əl-mələikətü xuddamuna və xuddamu şiətina. Mələklər bizim xuddamımız və şiələrimizin xuddamıdır. Burada istəyəm, bəhsə keçəm, tulani olar. Bu qaldı bəhsin idaməsi sabaha. Axirin məclisimizə bu şübhə və bu bəhsin gərək idaməsi olar. Bunun dalı var. Ki bu nə cür oldu, hara çatdı, Cəbrəil nədən danışdı və bu yazı necə oldu? Bu yazının adı nə oldu? Adına bir şübhə çıxardıblar. Bu yazıya imamlar nə dedilər? Nə təbir elədilər? Ay nə bəhs idi, ay nə bəhs. Zəhra salamullah əleyha bu elminə. Axı, şəxsiyyət insan iki şeyədir. Elm idi, qüdrət. Ağay Şeyx Murtaza Hairi tələbələrə deyər, tələbə ha, نروید اهل بیت را با کرامت معرفی بکنید. کرامت کار امامزاده هاست. جدی اهل بیتی کرامتنا معرفی eleme.
Kəramət imamzadalarını işirib bunları. Elminə müərrif elə. Hum ayşul elm. Və mautul cəh. Bu cür müərrif elə. Hazreti Əhl-i Beyt eyşi elmidir. Eyş bilirsən nə deyər? Biri məğzidə səhdə eləyib. Səhdiyə infaq, ha? İnfaq deyirlər də burada, səhdən. Biri səhdə eləyən məğzidən səhdə eləyən infaq eləyən. Hələ diridir, amma tərpənmək. Buna diri deyərlər, amma eş deməzlər. Hazreti hər yerdə biz varıq, elm tərpənib. Harasın deyim, Xudaya, harasın deyim, Xudaya. Qalsın yerində bəhs elərik. Bu cür məərrifi elə, Zəhra bu elmin sahibi neynədilər Zəhra ilə? Gərək nə qədər aləm İslam iftixar eləydi. Gördülər Zəhra ağlayı, tey ağlayı, tey ağlayı. Gəldə dedi, Əli Zəhraya denən ağlamasın. Niyə? Qoşun incidəydi Zəhra bəy, qoşun incidər. Onda da məsum olmadı ki. Biləysən niyə deydi qoyma, denən ağlamasın? Üçün biləydilər, Peyğəmbər mərrifi eləmişdi Zəhranı müstəcab-ı dəvə. Qorxeydilər Zəhra birdən əli qalxıza görə. Dedilər Zəhraya denən ağlamasın. Ravi deyil, səsi düşəydi məscidə, qapı açılaydı məscidə. Elə bil ürəyimin damarın qıraydı ağlamaq. Zəhra dedi, ya Əli, mən ağlayacağım. Məscidə qoymayılar, gedərəm bəqidə ağlarım. İmam Həsən ağanın qəbrini gedib görübsünüz, onun qabağında bir dənə ağaç var idi. O ağacın altında Həsən Hüseynlə əyləşəydi, başlaydı ağlamağa. Bir gün gəldi evə, Əmir Əleyhisselam gördü Zəhranın üzü qəralıb, uşaqların üzü qəralıb. Bən niyə bu cür olub? Gördüyü ağacı da kəsiblər. Zəhra dedi, gedərəm, 2 gündə gedəydi, Ohudda ağlaydı. Həmzə Seyyid-i Şədanın qəbrinin kənarında. Və məzlum nə qayrar? Məzlum vaxtı xütbə oxuyar bir yerə çatmaz. Gedər istidlal elər bir yerə çatmaz. Hər yerdən əli üzüldü, nə qayrar? Əyləşər ağlardı. Bir cümlə deyim, amma ki, kitab yaz. İnsan-ı kamil ağlasa, aləm ağlar. İnsan-ı kamil ağlasa, zərrat-ı aləm ağlar. Həm biz, həm ammə nəql eləyiblər. Alim, alimə, balıq, dəhənzün. Balıqları istiğfar elər. Yəni o balıq da bilək bu alimin vücudunun xeyri ona yetişir. Hələ bir dənə sadə alimdir ya. Qulaq as, qulaq as. Zəhra dedi, ağlayacağım. Ta ki, belənçi günlərin mislində İmam-ı Sadiq ağa buraya, anam Zəhradan bir dənə sayə qalmışdı. Bir dənə sayə qalmışdı. Əmir Əleyhisselam gəldi evə, gördü Xudaya, Zəhra əldən getib. Saxladı gecəyə, gecənin aləmi oldu. Dünənki rozamızın idaməsi. Gəldi Zəhra salamullah əleyhaya, qüslü verdi o 2 balanın köməyi ilə.